Salam əziz izləyicilər. Bugün sizinlə uşaqlığımızın dadı olan çox ləzzətli pirajki reseptini bölüşəcəm. Xəmiri yumuşaq, içliyi isə dadlı və doyurucu olacaq. Əvvəlcə xəmiri üçün lazım olacaq ərzaqlar. 1 kiloqram unu 1 çay qaşığı duzla qarışdırıb ortasında oyuq açırıq. Açdığımız oyuğa 2 xörək qaşığı duru yağ, 2 xörək qaşığı şəkər tozu, kənarda 1 xörək qaşığı qatığı, 1 çay qaşığı soda ilə qarışdırıb əlavə edirik. Hazırladığımız qarışımın üzərinə 1 paket instant maya və 1 stəkan ilıq su əlavə edib xəmiri yoğurmağa başlayırıq. Qeyd edim ki, istifadə etdiyiniz unun növünə görə əlavə edəcəyiniz suyun miqdarı dəyişə bilər. Mənim istifadə etdiyim un tipi 630-dur. Buna görə mən totalda 500 ml su istifadə etdim. Nəticədə ələ yapışan yumuşaq xəmir alınmalıdır. Yoğurduğumuz xəmiri kənarda 1 saat dincəldirik. Bu əsnada mən içliyi hazırladım. 6-7 ədəd orta irilikdə qaynadılmış kartofun üzərinə kərə yağı, duz və istiota əlavə edib pürəzənli əzdim. Xəmir ələ yapışan xəmir olduğu üçün əvvəlcədən duru yağla padnusu yağlayıb, daha sonra kiçik kündələr hazırlayıb forma verdiyim pirajkiləri qızartmadan öncə 15 dəqiqə dincəltdim. 15 dəqiqə dincələn kündələri qızğın yağda qızılı rəng alana qədər hər iki üzünü qızartdım. Sousu üçün tomat pastasına kişniş, duz və istiotunu əlavə edib qarışdırdım. Və sonda hazır olan pirajkiləri isti-isti süfrəyə servis etdim. Xəmri yumuşaq, içi dadlı və doyurucudur. Siz də mütləq sınayın. Videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı, abunə olmağı və şərh yazmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun.